Parmaklar Dağı'nın sol tərəfində belə bir əlini açıb Allaha dua edən insana bənzər belə bir daş qırıntısı var və yəqin ki, yaxın illərdə o oradan da qopacaq, düşəcək. O dağların arxası düz o zirvəyə çıxıb oradan video çəkmişəm. Google Map'də Çalaçuxur yaylağının üstü yazaraq həmin yerin görüntüsünə də baxa bilərsiniz. Çalaçuxur yaylağının üstü və yaxud da üstündəki dağ. Ondan o tərəf Yeni Şurtan kəndidir. Düz ondan sonra bir dənə dağ var. Onun üstə çıxırsan, oradan bir dənə kənd görünür. Və məlum oldu ki, o kənd Yeni Şurtan kəndidir. Orada şəhidlərimizin uyuduğu portda kağlardı. Ermənilər orada qətliam törətmişdilər. Şırran çayı, o çay. Buradan çox az görünsə də bol sulu bir çaydır. Və onun düz üzərindəki o təpələrdə də, mağaralarda bizim mülki sakinlər mühasirə zamanı qalmışdılar və ermənilər onların yarıdan çoxunu qətlə yetirmişdilər. Baxın, bu da Əmrahlar dağı, üzərinə artıq bulut ağıb, bayaq bulut yox idi. O da biraz öncə üstünə gün düşən və çəkib sizə izah elədiyimiz Mıxtökən silsiləsinin sol tərəfləri. Yəni şərqə tərəf olan hissələri. İndi hal-hazırda dumanlar, bulut onun başının üstünə alıb. Dəli dağ isə Baba Əmrahlardan keçək. Bunda üzərinə artıq görürsünüz, bulut alıb. Dəli dağ isə buradadır tam. Və heç süründə onu görmək mümkün deyil. Və gördüyünüz bu bulutların arasındadır, amma bu ətəklərindəki dağlar görünür. Dağların bu istiqamətlər, bu tərəfdəki istiqamət. Yəni zirvəsi görünməsə də görünür digər yerlər. Bura görmüşkən onu da izah edeyim. Çıngılın dibi deyilən yerdə Çıngıllı qayalar. Avtomobillə ora qədər bir təhər getmək olur. Yəni ancaq hündür avtomobillərlə, ciplə, Nivayla falan. Bartlı çağlarını görmək istəyirəm. Deməli burada Bartlı çağları. Mühasirənin 113 günlük mühasirənin əsas hissəsini kənd sakinləri qaldığı hissə, çağlar isə bu Bartlı çağları idi. Kənddən 3,8 kilometr təxminən məsafə uzaqda. İndi hal-hazırda bu məktəbimiz və məktəbimizin üst tərəfi necə gözəl görünür. Bu isə gördüyünüz kimi meşə, səhv eləmirəmsə, baxım diqqətlə, ora Talanın meşəsi idi bildiyim qədərilə.
Buğa güneyinin meşəsi və ya talanın meşəsi, onları qaçışdıra bilərəm. Bu istiqamətlərə getməmişəm. Buradan birbaşa Kəlbəcərə aşır yol. Ağcağız yaylağı və oradan Kəlbəcərə aşır. Qalan yerlərə demək olar ki, getmişik. Əmrahların başının üzərindəki bulud da çəkildi, getdi. İtlər çox etibarlı heyvandır. Orada baxıram. Heyvanlar onlar qoruyur. Nətər oturub sağa sola baxırlar. Bu da mənim kimi də. Buna bax. Başdan xərabını verirdi. Gedib qalıb orada. Sürü orada da gedib qalıb orada. Ben de grupu koymuşam aşağıda. Gəlib çıxmışam bura. Ona bak, it gəlir onu oradan düşürdü. Çok meraklıdır. İt gəlir sürünün yanına, sürü burada aşağıdadır. Aha, o da geldi. Görür ki sahibi gelir, o da çıxır ondan can gəlir. O birisi də fikirləşir ki, mən heyvanları qorumalıyam. Buradan baxanda ağarı da görsən. Öndənə bax. İndi ağı yəqin ki kamerada da görə bilirlər artıq. İndi onu yaxınlaşdıracağım, o möcüzədir. O başqa şeydir. Qardır. Qar ola bilməz. Özüm qardır. Deyirəm qar ola bilməz. Bax diqqətinə. Deyirəm qar ola bilməz. Bu ətraflarda o bilirsən o qardan ən iki tərəf. Ay cəmaət, baxın görün bu qardır, qar deyil. Bax o deyil, o dağların orasında da qalıb. Oranı gün vurmuyub. Tardır, o tar. Ya bu deyil, yaxınlaşdırmışam, %100. Yuxarılarda da var. Kölgə olan yerlərdə oralar. Oralarda var, orada qar tarı qalıb. 100% qardır. Demək heyvan onda sallar o sələfə. Şöyle sallar. Orada heyvan da var.
Bax Nami, bilirsən haradır deyirəm. Nə? Kimdir ki gedir? Dağdağın demək olar ki, bir hissəsi göründü. Hara? Qəbristanın dalı var, meşə belə var. Hı. Meşəsi belə biçilmiş kimi var. Onun ən tərəfində yoxdur. Ha. Çaşı oralardadır o. Hə, bu vaxtı qartalı bəy isfaiz. O tərəflərdə yox. İyun ayının 30-da qartalmaz. Demirəm, amma zat tərəf bax, indi sabahları gedəsi olsa, dolay gedib Barıq Dübənəsinə tərəf oralarda və yaxud da ki, çıxarıqda da, buranın yanı günəşli gəlirdilər. Hı. Dedi orada çaş var. Çıx oralara da baxarıq. Olar. Maşınla gediblər, saxlayar yuxarıda, qəbristanın altında. Olar ki, orada məncə qartalır. Ha, yox, indi demir orada yuf gətirmişdi. Deyir orada var. Olsa yığmaq olar. Gedəndə çoxumuza deyək ki, getdik hətta biraz dincəldik, amma sizə də çaşır gətirdik, yeyin çaşırdan. Çəkdim sırqastı. Gələrsən səçər. Hə, çadırımızı qış gecə şəraitinə hazırlayırsan Bəl dayı. Yağır artıq, özümüzü ıslatmayaq. Seyit, salam. Salam, Allah'ın bu gününə şükür, xoş gəlmisiniz. Allah'tan arzu eləyirəm ki, başlı belimiz bax, həmişə abad olsun, gözəl olsun, cəmaatımız gəlsin yerinə. Allah bütün ürək istəyənlərin hamısını, başlı bel cəmaatının balacasından tutmuş, böyüyünə qədər hamısının bax bu kəndə gəlib rahat yaşamasını qismət eləsin. Xudavənd aləmdən onu istəyirəm. Amin, sağ ol, sağ ol. Yaxşı seyit duası oldu, sağ ol. Öz kəndimizin sayılıb seçilən insanların əksəriyyəti hamısı gəlsin burada məskunlaşsın. Amin. Salamat eləsin. Salam olsun. Xoş gəlmisiniz başlı belə. Sağ olun, sağ Günün olun. olsun, bütün ailələr gəlsin, köçsün, hərə öz yerində Amin, yaşasın amin. inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Hələ qoy sən çəkim, niyə sən çəkməyim? Odunu yaran sənsən. Sən də xoş gəlmisən. Vətənə gəldiyimiz üçün xoşbəxtəm. Hə, sağ ol. İnşallah bu gün gəlib burada sonsuza kimi yaşayaq. İnşallah, inşallah. Toyunuzu eləyək, gələk, oturaq. Atanla, ananla, sevdiklərinlə bərabər çağırasan bizi, gələk toyunda oynayaq. Hə, Mamoğlu. Namik dayım oğlu. Xoş gəlmisən sən də. Sən də xoş gəlmisən. Sağ ol, sağ ol. Elimizə, obamıza hamımız xoş gəlmişik. Amin, amin. Allah bütün keçənlərimizin hamısına rəhmət eləsin. Amin, amin. Mən bu gün deməli 2 gündür buradayam. Mən bu evlərin çoxsunu tanıyıram da, cəmaatın çoxsunu tanıyıram. Az adam qalıbdı ki, evini tikən yaşayır. Az adam qalıb. Elə bir bu kənddə belə deyək də 300 ev varsa, onun təxminən o evi tikən 30 nəfəri qalıb. O 300 nəfərin elə bir belə də 270 nəfər o evi zəhmət çəkib tikənin dünyasını dəyişiblər. Düzdür. Amma yerində qalanlar var. Min şükür eləyək ki, yerində qalanlar var. Bax gəlirlər, dədəsinin, babasının evini, obatını ziyarət eləyir. Allah elimizi yenə möhkəm eləsin, möhtəvər eləsin, mehriban eləsin, həm qonaqpərvərliyimiz yerində qalsın. Yenə min şükürlər olsun. Yenə min şükürlər olsun. Bu günə şükür Yenə bu gəlib buranı günlər ziyarət min edirik. şükürlər olsun ki, yerimizdəyik, elimizdəyik, obamızdayıq. Bax balacalarımız gəlir. Həqiqətən də bunların 18 yaşı düzənməli tamam olmayıb.
Bunlar belə deyək də uşaqdılar. insanlardır. Amma gəlirlər buranı görəndə buradan getmək istəmirlər. Maşallah. Hə, valla. Siz də xoş gəlmisiniz. Sağ olun, sağ olun. Sən neçə yaşın var? 15. Hələ bax 15 yaşı var maşallah. Yaşı var, bəli. Amma bax 15 yaşı oğlan bax Babanın nəvəsidir, adım Raşid. hə sağ ol Salov. Bu gün sən yaxşı dedin ki mənim yəni belə bir qanınman, canım olanlardan biri də gəlib burada gördü. Allah hamınızı var eləsin. Sağ olun. Sizi də elə Natiq sağ ol. Allah köməyin olsun elə. Allah hamınızı var eləsin. Evimiz obamız var olsun. Qismət eləsin. İnşallah kendimiz elə Amin, amin. kənd yerində olsun. Deyir, gələk köçək yaşayaq. Sağ olun, Allah hamınızı var eləsin. Bax, qoy belə bir özüm mən bərabər də sizi götürürüm. Sağ olun. Tamam, ondan sonra gedir. Artık kalmadı. Getirdin hala. O gətirim. Hə, bəli dayı. Çöldə peçi də test elədik elə. Hə, işıqsız belə. Rahat. Şərait qurmuşuq. İşığı da tutanda belə olur. Hətta belə bir filtr verim. Daha maraqlı görünsün. Yox. Bıçaq bu deyə buradadır. Hansı bıçaq axtarsan? Hə? Benim bıçağım. Qara bıçaq. Yok bana da. Balaca qaranı demirsən? Ötə itirə bilərsən. Buralardaydı. Ara koy. Bunun ışığı yanır. Mən deyirəm, bax, bu nə yaxşı. Bu çəkir. Deməksə, bunun ışığı yanır. Söndürüm belə. Bununla çəkək. Ya Hə. İngilvari yağır. Peşimiz də qalmışdıq. Gəl yığış eləyək. Səhər inşallah eləyərik. Peş də yanırdı bax. Bəh, çaydanın səsinə bax. Çay imkan vermir, düzdür. Hə, bir dənə də işığımız buradadır. Bunu da istəsək yandırarıq. Onda çadırda yandıracağıq inşallah. Gecə bu dəqiqə 3 dərəcə isti var. Üç dərəcə isti var. İngilvari, hə. Çadırımız yaxşıdır, şükür Allah'a, əsas odur. Yəni rahat qala biləcəyik.
İşığımızı da buradan çəkmişik. Bir problemsiz. İnşallah yatarıq rahat. İstanmamaq lazımdır ki rahat yatılsın. Sen namazını kılsan ha? Gece dolubdur, yani elə bir şey qalmıyor. Hava soyuqdur, gece yaxşı qalın bürünüb yatacaq. Ha dolur. Çox gözəl üsuldur bu. Bu da bəs səhərə qədər istilik olacaq. Mən hərəkət elədim. Sən temperaturu düzəldi. Yani bu geri qayıda bilmir ha, qorxma. Bunun geriyə qayıtmaq söhbəti yoxdur. Ücə dolub bax, hiss olunur ki dolub. Çadır möhtəşəmdir, genişdir. Problem yoxdur yəni. Hətta bunun öz işığın yandırsam heç buna ehtiyac yoxdur. Burada da ışığımız var yuxarıda. Ha, vallahi doğru. Şimdi gəlim qoy bezdən mən vurum, mən sinim. Gəl biləcəksən. Şu, bu yaxşısı oldu. Vallahi. Nətərdir vəziyyət? Nətərdir vəziyyət? Yaxşı olursun. Səndən yanmıyorsun. Video çəkirəm. Qoy gör. Görə bilmirsən. Elə görünmürsə ola gəl çəkirəm. Ya bu test edirəm indi bunu. Görək bu 11-ci dəfədir bu yorğanda yatıram. Səndəki kimi yorğanda olanda üşürdüm. Bunun deyəsən ağzı falan buradan sıxılır. Bu daha maraqlı şeydir. Nə qədər yorğan sıx olsa o qədər süt olur. Yerin içinə belə olan halda belə geniş olanda tulum. Onun içərisinə paltar doldurmaq lazımdır ki daralsın və istiliyi içəridə qalsın. Gördüğünüz kimi belə bak ışığı da söndürüm hətta görün. İçəridə belə bir şərait qurulub ki, yəni məsəl üçün belə. Yəni işıq da var, səhərə qədər yanı rahat. Hə. Əsas sözü rahat yata bilərsən. Bəli. 23, 39, 30 may. Cumadır bugün. Artıq birazdan sonra bəli. Birazdan sonra şənbəyə keçir. Hə, gözəl bir kampdır. Bu belə göstərim, belə bir şəraitdə inşallah keçirəcək. Orada ışığımız var, söndürmüşük. Elektrik və işıq problemlərimiz yoxdur. Temperatur neçədir? Ha, artıq sıfıra yaxınlaşır. Yatmaq olar. Peçi səhər lazım olsa qoyarıq. Gecən xeyrə qalsın.